Ayətullah Seyyid Əl-Sistani. Sual. Oğlan və qız uşağında həddi buluq əlaməti nədir? Cavab. 1. Qız uşağı hilali təqvimlə 9 yaşı tamam olduqda həddi buluq olur. Miladi təqvimlə isə təqvimə 8 yaş, 8 ay, 20 günə bərabərdir. 2. Oğlan uşağında isə aşağıdakı 4 haldan biri baş verməklə həddi buluq olur. 1. Qarın ilə övrət arasında qalın tüklərin çıxması. 2. Məninin, spermanın xaric olması. 3. Üzdə və bığda qalın tüklərin çıxması. 4. Hilali təqvimlə 15 yaşı tamam olması. Miladi təqvimlə təqvim 14 yaş 6 ay 15 günə bərabərdir. Amma sinədə və qoltuq altında tüklərin bitməsi, həmçinin səsin qalın olması və bunu kimi hallar həddi buluğun əlaməti sayılmır.